Değerli şagirdlər, sualın həllinə baxaq. Baxın, verilən ifadədə bizdən x-i soruşur. Baxın, bura lazımdır bizə. İlk öncə baxın, bu düzbucaqlı üçbucaqdan biz tutalım ki, bura bir x deyirəm, x-i tapaq. Düzbucaqlı üçbucaq 5 katetdir, 13 hipotenüzdür. Artıq buranı bilirsiniz neçə olduğunu. X kvadratın üzərinə, katetin kvadratın üzərinə, digər katetin kvadratını gəlib, hipotenüzün kvadratını yazaram. X kvadrat plus 25 bərabər 169. Buradan x kvadrat bərabərdə çıxsam 144. X alıram 12. Düzdür? Bu 12'dir. İndi gələk digər düzbucaqlı üçbucağa. Aha. 12 katet, 9 katet, bu x'i taparam artıq. Yəni həmin o x hipotenüzdür. Onun kvadratı bərabərdir digər katetlərin kvadratı cəminə. Buradan x kvadrat bərabər 81 plus 144. X kvadrat bərabərdir 225. Artıq bizim o axtardığımız x məlumdur, yəni 15. Gələk digər suala. Aha, burada deməli nə edək? Deməli, baxın, birinci baxıram, bizdən x soruşurdu. Elə deməli, burada verilib hamısı AB2'dir. Görürəm, BC 1'dir. Kök 2. Hə, kök 2 haradır? C'dir. Aha, onu təyin edək. C'dir. Bax, bura kök 2'dir. O zaman gələk, bax, burada iş görək birinci. Bu düzbucaqlı üçbucağa baxaq. Nə yazmalıyam? Bura hipotenüzdür, bura bir x deyirəm. Həmin o hipotenüzün kvadratı bərabərdir. 3'ün kvadratı katetdir çünki. Plus kök 2'nin kvadratı. Çünki katetdir bu da. Buradan x kvadrat bərabər 9 plus kök 2'nin kvadratı da zaten 2'ni bizə verəcək. Buradan x kvadrat 11 olur. Yəni x'i alıram kök 11. Aha. Deməli bu x'i aldım kök altda 11. İndi nəyə baxaq? Hə, indi gələk. Bax, bu düzbucaqlı üçbucağa baxıram. Yenə burada hipotenüz bura oldu. Yenə nə olacaq? X kvadrat deməli bərabərdir. Kök 11'in kvadratı plus 1'in kvadratı. X kvadrat bərabərdir 11 plus 1. Yəni x kvadrat olur 12. O zaman x da tapıram kök 12. Vəssalam. Buranı da kök 12 aldım mı? Aldım. Artıq yekunlaşdırırıq. Bu düzbucaqlı üçbucaqdan da mən gəlib x-i taparam. Necə tapacağıq? Deməli, bura kök 11. O zaman hipotenüz budur. Düzdür? X-in kvadratı. Hipotenüzün kvadratı nəyə bərabərdir? Digər katetlərin kvadratı cəmlə. 12 idi. 12. Plus 2'nin kvadratı. Buradan x kvadrat bərabərdir 12 plus 4. Bu ilə bizə 12 verəcək. X kvadrat 16 olacaq. Deməli, x-imiz 4 imiş. Nəhayət ki.